Salam dəyərli izləyicilərim, hamınızı salamlayıram. Hamınızı gələn yeni illə təbrik edirəm. İndi hamı qaçacaqdı bax belə qaroqlar almağa, belə bir salat düzəltməyə. Siz videonun əvvəlindən deyim ki, abunə olub, like verməyinizi unutmayın. Kanal üçün bu çox vacibdir. Baxıram, çox insanlar videolarını izləyir, abunə olmur. 81% məni izləyən insanlar abunə olmur. Vallahi çətin deyil. Barmağınızı bir dəfə orada like neydi? Abunə olmağa elə like-a da vursaz, vallahi superdir. İndi isə nəyə keçək? Hamı gedəcəkdi bu salatdan düzəltməyə, paytaxt salatın, yeni il gəlir, bu qaroqlardan almağa. Mən indi bu qaroqlardan sizə danışacağım. Necə seçmək lazımdır və mən sizə hansını tövsiyə eləyərəm seçməyə, hansından daha məsləhət görərəm salatı hazırlamağa. Bu salat əslində belə baxanda hamımız öyrəşdiyimiz salatdır. Əslində bunun içində o qədər bir bombadır ki, yəni xolesterin bombası, nə bilim, ürək tutma bombası, hamısı var burada. Ona görə ki, təsəvvürünüzə gətirin. Mağazindən mənşəyi bilinməyən, əgər özümüz düzəltmiriksə də, subyektiv gənə də öz fikrimdir, özümüz düzəltmiriksə də mayonezdir. Mayonez mağazin mayonezi, içində konservantdır, emulgatorı, nə bilim, mamulgatorı, hamısı bir-birinə qarışmış. Sonra qaroqları, konservantlı qaroqlardır, yəni qaroq barəsində də sizə danışacağım, hansıdır, nətərdir, nədir. Sonra ayrıcında nə idi? Yumurtasıdır. İndi o Allah verən yumurtadır. Hamısı gözəldir. Bir də bunları düzəldəndə özünüz düzəltdiyiniz kalbasadan da düzəldə bilərsiniz. Və yaxud toyuq ətindən düzəldə bilərsiniz, döş ətindən. Yadımdan çıxdı, onu da deyim. Yeni kitab yazmaq istəyirəm. Kitab yazacağım. İnanıram ki, hazır olun. Valla atacan deyirəm, səmimi deyirəm. Bir dənə qəşəng kitab yazacağım. O kitabı əldə edə biləcəksiniz. Onlara sonra keçərik. İndi isə baxın, dəyərli izləyicilərim, götürürük adi bir bandueli götürək də. Hamımız tanıdığımız, Azərbaycanda da var, dünyanın hər yerində banduel var. İlk öncə nəyə diqqət yetirmək lazımdır? İlk öncə baxırıq ayın tarixinə. Ayın tarixi altında yazılır. Yadınızda saxlayın, qaroq. Həmişə bitən ayları iyun-iyul aylarıdır. Əgər qavlaşdırma vaxtı yazılıbdırsa da, nə bilim, avqust, sentyabr, oktyabr, noyabr, dekabr, yanvar, fevral, mart, aprel, may, bu aylar yazılıbdırsa da gözəl insanlar, bilin ki, bərpa olunmuş vastanovlenli qaroqdur. Yəni bu qurumuş, skladda yatan qaroğu sudan basırlar, həm dizərmiş, mən başa düşürüz nə demək istəyirəm, necə bitməyə hazır gedir. Elə bir qaroqları bərpa edib belə pakovkalayıb cəmaata satırlar. Ona görə həmişə diqqətli olun, bu ayın tarixinə fikir verin. Sonra, baxın, açacağım indi bunu da. Əslində mən sizə bax belə bir dondurma qaroqu da tövsiyə eləyərdim. Azərbaycanda da var. Nəyə görə izah eləyim? Bir dəqiqə mən bunu açacağım indi. Baxın, bax, əlavə eləyirik. Bax, görürüz. Jivol qaroq, rənginə də fikir verə bilərsiniz. Yəni bu dondurulmuş, nə bərpa edilib, nə bir şey olubdur. Yəni fakt, sveji dondurulmadır. Siz bu salatı pişirəndə bunu 5 dəqiqə, 10 dəqiqə kipitokda qaynadandan sonra olur həmən hazır sveji qaroq. Necəli, baxın, indi bunu açacağım. Bir dəqiqə, o görə açılırmı? Hə, açıldı. İndi bunu açırıq. Bax, fikir verin. Fikir verirsiniz? Bax, qaroq belə olur, bu tarixi yaxşı deyən, tarixi yaxşı xırda qaroqdur. Amma bilin ki, açıb belə qaroqa baxanda şırfıntı vəziyyətinə düşürsə də, nə bilim, bulanlıq olursa da, qusuntuya oxşuyursa da, o qaroqu mən sizə tövsiyə eləmirəm yeməyi, məsləhət görmürəm yeməyi. Baxın, bunu indi fikir verək. Bax, kameramanımız çəkir yəqin ki. Bax, əzlik fıtdırığı çıxdı. Hə, burada nə qaldı? Bu nədir? Bu sunan, duzla qalmış, eşşəyi ölmüş, nə bilim, 2024-cü ildə pakovkalanmış qaroqdur. Amma bunu bilirsiniz ki, dondurulubdur keçən il, dondurulub keçən il. Və hazır, rahat bişirdiniz, 5 dəqiqə, 10 dəqiqə hazır oldu. Bir dəqiqə bunu necə eləyək? Hə, v общем, əlimizi indi silək, necə eləyim deyə tapdım. Bax, bu fınçırıq belə oldu. Görürsünüz? Belə dadına da baxa bilərəm. Dadına da qoy baxım. Pis olmayacaq dadı. Hadi qaroq olacaq. Pis deyil. Normal qaroqdur. Örgəşdiyimiz qaroq. Onu demək istəyirəm. Normal deyəndə onu demək istəyirəm.
İnşallah kitabım da hazır olsun. O kitabda da sizə izah eləyəcəm hamısını. Daha belə sözlərlə hardasa prikollarım da olacaqdır. Amma orada hamısını görəcəksiniz. Necə seçmək lazımdır, nəyə diqqət yetirmək lazımdır. Baxıram ki, tələbət var. İnsanlar çox şeylər soruşur. Cavab verə bilmədiyim insanlardan dönə-dönə üzr istəyirəm. Onun üçün çatdırmıram. Atacanı çatdırmıram. İndi açırıq bunu görək fərqi nədə olacaqdır. O Banduel idi. Bu isə Gold, Graden Gold. Yəni maraqlı odur ki, elə bir fərqi də yoxdur. Əslində hardasa bəlkə də sevindirici haldır, necə deyim. Bunun da tarixi gözəldir. Tarixi bunda da yazılıbdır ki, bu da iyundur, bu da iyundur. Yəni avqust, sentyabr, oktyabr deyil. Yox amma. Bunun dadı xoşuma gəlmir. Bu çift addır. Bu çift addır. Bu biraz qəşəng daddır, yəni o ölçəşdiyimiz. Bu biraz çift addır. İndi nə demək istəyirəm? Bunun dadına baxamayacağım. Donubdur. Yenə də bu ağzıma tullum görüm bəkəridir. Dadına baxıram. Niyə baxmıram ki? Hala. Yamyaşıl. Yamyaşıl. Sveji qarox. Bilirsən, qarox da var. Bununla salat düzəltmək daha yaxşıdır. Və nə demək istəyirəm? Belə salatları yəqin ki, fikir verirsiniz. Gedib şənlik evlərində, nə bilim, evdə özünüz də bişirəndə, mağazindən aldığınız, nə bilim, o mayonez yaxşıdır. Hamı bir-birinə eyni, hansısa mayonezi tərifləyir. Mayonez videolarımı da çəkmişəm. Mayonezləri da Azərbaycanda satılanların hamısını test eləmişəm. Kanalımda keçib baxa bilərsiniz. Mayonezi öydə özünüz necə hazırlaya bilərsiniz, onu da göstərmişəm ki, yəni nətər olur, necə həll eləmək lazımdır. Yəni bu videom biraz qısa alınacaqdır. İndi görək qısa video sevənlər sevinəcəkdimi, sevinməyəcəkdimi? Bu barədə istədim buna sizə diqqət yetirəsiniz. Və ən azından suyu bulanlıq oldusa da, ayın tarixi üstündə iyun-iyul olmadısa da bilin ki, bərpa olunmuş, qurumuş, yəni belə deyim, tullantı qaroxdan düzəlmiş bir konservadır. Amma yenə də belə bir salatı düzəltmək üçün mən sizə tövsiyə eləyərdim ki, belə dondurmadan alardınız, dondurma. Və bu dondurma sveji qarox kimi, baxın əzirəm əlimdə, bax. Görürsünüz, jivoy qaroxdur. Bax, yamyaşıl. Nətər var, elə də qalıbdır. Tullamayıb, ölməyəcəm. Amma mayonez də onu kimi özünüz evdə soyuq sıxım yağdan, istəsəz günə baxan yağı, istəsəz zeytun yağı, nə yağı istəyirsin, yəni damaşın yağdan, yumurtadan, xardaldan hazırlanan bir mayonez olsa daha gözəl olar. Və bayaq dediyim kimi markovdur, svej olmalıdır. Qaroxdakı bu qaroxu, baxın, bir daha bunu da göstərim, daha videonu qutaracağım, sizə hamınıza sağ ol, maç quç deyəcəm. Baxın, götürürəm bir dənə bunu, fərqi istəyirəm hiss eləyəsiniz. Bizim bədənimizdə olan hər bir şey kitabımda da inşallah onların hamısını qeyd edəcəm, baxacaqsınız. Yəqin ki, maraqlı olacaq kitabı alıb oxumaq, əldə edib oxumaq. Baxın, bax, indi əzirəm bunu, fınçırıq, gördünüz? İndi əzirəm bunu, gördünüz? Fınçırıq deyil, içindən əsil. Fərqi görürsünüz nədir? Fərq budur. Ona görə gözəl insanlar ancaq dondurma da olsa sveji dondurulur, yəni bıstra zamorozka. Bunların hamısı keyfiyyətini öz içində saxlayıbdır. Gedib belə, nə bilim, yavaş-yavaş ayılmağa doğru. Hamınızı öpürəm, bağrıma basıram, abunə olun kanalıma, like verin, dəstək olun, irəli çəkin kanalımı. Sizin dəstəyinizə görə, siz mənə dəstək olmağınıza görə, dəyərli insanlar, mənə artıq xəbərlər də paylaşdı. İzləyicilərimdən biri akaziyası jurnalist imiş, o da dəstək oldu mənə, çox sağ olun. Bunların hamısı bizim birgə işimizdir. Və inanıram ki, kitabımı da yazanda kitabımı əldə eləyib sizə maraqlı gələcək. Orada tək yeməklərdən olmayacaq. Özüm barəsində də hekayələr yazacağım orada. Həyatdan, avtobiografiya, mini biografiya, nə bilim, biografiyalardan olacaqdır, biləcəksiniz. Food kritik kimdir? Nəysə, öpürəm, bağrıma basıram. Abunə olub, like verməyi unutmayın. Maç, quç.